Salam, hər vaxtınız xeyir olsun. Offside-a baxırsınız. Studiyada mən Aytaç Sahət. Bugünkü qonağımız MMA döyüşçüsü Məhəmmədəli Nuruşovdur. Xoş gəlmisiniz. Xoş gördük. Tamaşaçılarımız üçün bir daha xatırladım ki, Məhəmmədəli Nuruşov bir neçə gün öncə Özbəkistanda keçirilən Oktagon turnirində qələbə qazandı. İstərdim söhbətimizi elə bu qələbədən başlayaq. Mən şadam. Şükür Allah, Azərbaycan bayrağını dalğalandırdıq və çox danışanları susturduq. Çox danışırdılar Bəli, həm də. Bəli. Həmin görüntüləri görəndə hansı hissləri keçirdiniz? Yəqin ki, məyus oldunuz. Yox. Məyus olmadınız? Diksinməyimi deyirsiniz? Bəli, bəli, diksinməyinizi. Diksinməyimlə bağlı bir şey deyə bilərəm ki, yəni sadəcə o refleks idi. Onu çox adam məni qınadı, qorxaq bildilər, qorxaq kimi adlandırdılar, elə qələmə verdilər, amma yenə mən susdum, öz sakitçiliyimi göstərdim, müəllimimlə məsləhətləşdim. Müəllimim dedi, səbr elə, sakit ol. Sən heç bir hərəkət eləmə, öz gücünü, öz sözünü ringdə setkala deyəsən. Və biz gözlədik, sözümüzdə setkala dedik. Və bu bizi qınayanlar məni bir anlıq baxdım, biraz pis oldum. Ondan sonra müəllim mənə dedi ki, o videolara bax, gül. O videolara baxdım, güldüm, ancaq gülürdüm. Döyüşə qədər. Bəli, o diksinməyimə baxıb özüm də gülürdüm. Maraqlı görsənirdim. Baxıb özüm də gülürdüm, elə motivasiya alırdım. Başqa çünki yəni Özbəkistan hamısı onun tərəfində. Bizim Azərbaycanlılar orada döyüşürsüz. Bəli, yəni o oktagonda, yəni atmosferdə tək idim mən. Biz 4 nəfərik, onlar bütün yəni Özbəkistan idi. Və onu da qeyd eləyək ki, Gold ölkəsində kifayət qədər tanınmış idmançıdır, fenomen idmançı hesab olunur. Təbii ki, burada psixoloji faktorlar da öz sözünü deyirdi. Buna baxmayaraq biz də ona psixoloji rol oynadıq. Konfransda stoyka dedi. Mən dedim 3 raund stoyka döyüşəcəyik. 3 raund ayaqüstə stoyka döyüşəcəyik. Amma döyüş başlayanda 1-ci raundda nokaut elədim onu. Ayağa durdu, ağladı. Dedi mənim güləşim yoxdur, mənim parterim yoxdur. Sənin parterin yoxdur, sənin güləşin yoxdur. Sən niyə MMA-ya gəlmirsən? Sən niyə MMA döyüşürsən? Və niyə MMA idmançısını alçaltmaq, kiçiltmək istəyirsən? Həqiqətən də o hərəkətə nə lüzum var idi? İdman etikası cəhətdən də heç doğru görünmürdü. Sizin reaksiyanız isə tamamilə normal idi. İnsanıq, həmin anki refleks normaldır. Sadəcə o çox müzakirələrə səbəb oldu. Ancaq mən düşünürəm ki, bu bir tərəfdən də yaxşı oldu. Niyə? Sanki sizin qələbənizi bir də belə işıq tutdu və sizin idmançı xarakterinizi ortaya qoydu. Sizcə həmin mənzərənin sizin qələbənizdəki payı nə qədərdir? Bundan sonra rəqiblərim elə bir şey eləsə, yəni inanmıram kimsə eləyər. Məndə olan prinsipi, məndə olan xarakteri Azərbaycan yox, bütün dünya gördü məndə olan xarakteri. Yəni mən baxıram da qlobalda, yəni mən baxıram hər yerdə mənəm. Hər yerdə mənəm. Hər yerdə Azərbaycan bayrağıdır. Bu müəllimimlə danışanda müəllim mənə dedi ki, sənin döyüşün deyil bu. Bu sənin döyüşündən çıxıbdı. Bu Azərbaycan bayrağı altında döyüşəsən sən. Azərbaycan yəni öz döyüşüm, mənim öz döyüşüm, özümə görə döyüşməmişəm. Onu Azərbaycan bayrağının üstündə döyüşmüşəm ki, Azərbaycan bayrağı ucalsın. Bilsinlər ki, Azərbaycanda necə oğullar çıxır. Azərbaycan oğlanları qorxaq oğlanlar deyil. Yəni biz qorxsaq o döyüşə çıxmarıq. Qorxsaq ora getmərik. Qorxsaq Özbəkistana ayağımızı basmarıq. Biz ora döyüşməyə getmişik, biz döyüşçüyük. Yəni bizim üçün 8 kilonun bir önəmi yoxdur. Biz baxmışıq, müəllimlə rəqibi analiz eləmişik və qəbul eləmişik. Şükür Allah'a. Getdik, nokaut elədik, gəldik. 8 kiloqram çox olması hardasa çətinlik yaratmadı. Təbii ki, yaratdı bilirəm, amma necə qəbul elədiniz siz öncədən? Yəni əksi də ola bilərdi. 8 kilo çox. 8 MMA-da elə bir şey var ki, 500 qram belə rol oynayır, amma 8 kilonu nəyə görə qəbul elədim? Çünki professionallıqla baxsaq, bu idmançı ancaq stoyka döyüşüb. Bu idmançı qəfəsə ayağını basmır. Bu idmançı setka atmosferinə olan şeydi bilmir. Mən bildim ki, mən bunu öz ölkəsində belə vəziyyətə salacağam. Mən bunu bilə-bilə, yəni Allahıma güvəndim. Mən getdim ora, şükür Allaha elə bildiyimiz kimi də oldu. 8 kilo əlbəttə ki, çox önəmli oynayır. Yəni udursaydım da bəlkə də çox pis uduza bilərdim. Bəli, o risk də var idi. Şükür Allaha, amma Allah bizi uzaltdı. İstərdim bir qədər də döyüşün gedişatından danışaq. Baxmayaraq ki, uzun müddətli bir döyüş izləmədik. Hansısa çətin məqam oldu mu sizin üçün orada? Yox. Güc hiss eləmədim. Onun dediyi kimi, yəni heç bir, yəni ən azından güləş bilməsə belə insan fizikisini göstərə bilər. Yəni insan fizikisini göstərə bilər, amma mən onda fiziki hiss eləmədim, mən onda güc hiss eləmədim.
bilmirəm, yəni o danışdığı kimi deyildi. Yəni o danışdığı kimi deyildi. O videolar mən Azərbaycandan ora getməmiş videolar çəkildi. Mən onun şəklini cırmışdım. Deyirdi ki, sən döyüşdən sonra şəklimi götürüb servantın başına qoyasan. İndi mən Bu onun söhbətlər harda gedirdi? bu söhbətlər Instagramda, sosial şəbəkələrdə. Yəni bir-birinizə qarşılıqlı Bəli, şəkildə bəli, rəy yazırdınız. Bəli, mən elə yox rəy deyildi, postlar idi. Psixoloji üstünlük də onun tərəfindən. Bəli, psixoloji üstünlük onun tərəfindən. Şəkil də onun tərəfindən. Bəli, amma mən atmosferi ələ aldım. Atmosfer məni idarə eləmədi, mən atmosferi idarə elədim. Qəfəsə çıxanda hamı sakitçilik idi, sükut idi mən qəfəsə çıxanda. Yəni heç kim dəstək olmurdu. Hamı onun şəklini qaldırırdı, Özbəkistan bayrağını qaldırırdı. Mən irəlilədim, bir dənə Azərbaycanlı qaqaş qışqırdı ki, qorxma qaqaş, sən burada tək deyilsən. Mən bunu eşitdim, elə bir dünyanı mənə verdilər. Mən qalib idim orada. Amma gördüm, çox sevindim valla. Ondan o tərəfə atmosferi mən aldım əlimə. Qəfəsin içinə girdim. Gördüm ki, mən heç nə hiss eləmirəm. Yəni heç bir şey hiss eləmirdim. Nə qorxu var idi içimdə, nə mandraj var idi. Heç bir şey yox idi şükür Allaha. Yəni o Azərbaycanlı elə bir mən orada qurtardı hər şeydən ki, mandrajdan ayrılmaq lazımdır. Həmin Azərbaycanlı sonradan sizə yazmadı və ya Tanımıram, bəlkə də yazıb görməmişəm. Çox istəklər var. Bilmirəm, amma qardaş görsə kommentə zəhmət olmasa dalbadan 5-6 dəfə Azərbaycan bayrağı atsın. Sizin hekayəniz də bir daha göstərir ki, idmanda qələbə üçün nə məkan, nə psixoloji üstünlük, Bəli. əsas olan ürəkdir. Bəli, xarakter var. Bəli, əsas olan ürəkdir, xarakterdir. Neçə ildir MMA ilə məşğulsuz? MMA ilə. Bəli. Elə idmanla 15 ildir məşğulam. MMA ilə 7 ildir. Necə oldu ki, keçdiniz bu sahəyə? Mənim müəllimim Allah rəhmət eləsin, Free Fighting-in baş prezidenti Rasim Eyvazov idi. O rəhmətə getdikdən sonra mən kickboksla davam elədim. Kickboksdan sonra klassik güləşə getdim, klassik güləşdim. Bakı çempionatında güləşdim, respublikanda güləşdim. Ondan sonra dedilər bir əldə 2 qarpız tutmaq olmur. Mən də nə kickboksa, nə də Yunan Romaya. Alınmadı onlar sizdə, yoxsa istəyi burada daha çox alınırdı, oldu? güləş alınırdı. Prosta ki, mən yəni dalaşqan uşaq idim deyə o xoşum gəlmirdi də, o güləşmək bilmirəm, MMA getdim. Keçəndən sonra artıq başladınız ardıcıl qələbələr, yoxsa necə? Məğlubiyyətlə başladınız? Məğlubiyyətlə başlamadım. Mənim bir vaxtlarım var idi. Çox insanlar da bilir, yəni. Bu təkəbbürlük deyil. Yəni həqiqəti deyirəm, Azərbaycanda bir çox insanlar mənlə vuruşmaq istəmirdi. Yəni heç kim vuruşmaq istəmirdi. Yəni Nurşov adı eşidiləndə, yəni çox adam atqaz eləyirdi. Yəni deyirdilər ki, bu uşaq yaxşı uşaqdır, bundan onu verməyin. Yəni ayrı seçkilik eləyirdilər ki, bu uşaq yaxşı uşaqdır, bundan onu verməyin. Amma MMA-da belə bir şey yoxdur. Kimdən kimi veriblərsə o da döyüşməlidir. Amma ondan sonra biraz mənim məşqimdə, səhhətimdə problemlər oldu. Biraz yəni açığı deyim, həyat barədə biraz mənim sıxıntılarım oldu. Dostdanmı deyim? Sıxıldım yəni. Sevgilidənmi deyim? Yox, sevgi yox, bizdə elə bir şey yoxdur. Dostdanmı deyim, biraz həyatımız çökdü. İdmanda biraz ard-arda 2 dənə məğlubiyyət oldu. Ard-arda deyil, xeyr. Bir dənə məğlubiyyatım oldu, sonra Respublika çempionatında çempion oldum və 2025-in dekabr ayında Zeytdə məğlub oldum. Ondan sonra mən qabağıma məqsəd qoydum ki, 2026 mənim ilim olacaq. Yəni 2026-da Məhəmməd Əli Nuruşov özünü göstərəcək və Azərbaycan bayrağını dalğalandıracaq və Azərbaycan bayrağında tanıyacaqlar. Tanıyırlar. Bütün dünya tanıyır, bütün hər yer tanıyır, amma mən daha da tanıdacam bunu. Mən bu özümə söz vermişəm. İlk təbrik kimdən gəldi? İlk təbrik Nurlan Abdullayevdən. Sekundatım idi. Gəldi məni qucaqladı, öpdü, bayrağı sardı başımıza, elə bir yerdə ağladıq. Bəs qələbəni kimə həsr elədiniz? Qələbəmi Bəli. müəllimimə. Müəllimim Orxan Məmmədov. Ailənizdə necə? Sizə daha çox dəstək var, yoxsa Mənim ailəm bala get başqa bir işlə məşğul ol, üzün gözün görünə haldadır? Hansını deyirlər sizdə daha çox? Allah hamının anasının atasını canı sağ eləsin. Amin. Mən şəxsən istəyərəm ki, mənim anam, atam çox insanda olsun. Dəstək mənim olanlarında. anam, atam mənə çox dəstək olur. Mənim atam mənə yəni bu dəstək deyildi, yəni bu artığıdır. Dəstəkdən daha bir artığıdır, yəni. Biz ailədə 5 uşağıq. Mənim atam o 5 uşaqdan heç birini seçməli deyil. Yəni ayrı seçkilik olmaz uşaqların arasında. Amma mənim atam mənə yəni cibində 1 manat olsa belə axırıncı pulunu mənə çıxardıb verir ki, mən idmanda qabağa gedim. Yəni mənim atam elə bir insandır. Mənim ailəm yəni mənə dəhşət çox dəstək olur, yəni mən ailəmdən razıyam.
Çox Bəs razıyam. ananız üzünüzdəki, gözünüzdəki zədələri görəndə nə deyir? Ana da qadasını alaram. Heç nə. Nə deyəcək? Zədə oldumu bu döyüşdə? Yox. Yoxsa da qabırğamda oldu, qabırğamda. O da ayaq atanda elə birinci ayağı vurdu, şap belədi. O da burama dəydi. Üstə. Orada qazandığınız pulla Bəli. nə etməyi düşünürsüz? Atama verdim, nə edəcəm? Verdiniz artıq. Hə, Hamısını gətirdiniz, bəli, bəli. verdiniz. Kimə verməliyəm, nə edeyim? Allah hamıya da sizin kimi yaxşı övlad Çox sağ ol, qismət Allah razı eləsin olsun. və düşünürəm ki, onlar da göstərdikləri etimadın qarşılığını görürlər. Bəs belə idmana baxıb kiməsə həvəslənmisiniz yoxsa necə? Belə mənim UFC döyüşçülərindən xoşum gəlir, amma yəni idmana kiməsə baxıb həvəslənməmişəm. Mənim yəni komunim özüməm. O yəni 100% komunim özüməm. Mən heç kimə baxıb yəni onu özəmirəm. Heç kimə baxıb özümü ona oxşatmıram. Yəni vaxt olacaq kimsə baxıb özünü mənə oxşadacaq. Yəni mən özümü kiməsə oxşatmaq istəmirəm, istəməyəcəm də. Yəni heç kimə də baxıb həvəslənməmişəm. Mən atam deyib ki, atam məni qoyub bu idmana, mən elə atamın yolundan da gedirəm, başqa heç nə. UFC-dən söz düşmüşkən, yəqin ki, sənin də UFC arzun var. Yoxsa yox? Arzu deyil o məqsəddir. Məqsəddir. Bəli. Yoxdur o. Yəni bizdə yoxdur. Bizdə yoxdur, yəni mən ora gedəcəm. Mən ora Azərbaycan bayrağını orada qaldıracam yəni. Mənim bu məqsədimdir. Mən onu bacarmalıyam. Onu bacarmasam mən nə yalandan özümə yəni qamçı vurdurum. Niyə də? Yəni mən ora çıxmalıyam 100%. İnşallah Allahın Çox izniyle. ambisiyalı görünüşün var. Çox belə özünə inanan, bunu eləyəcəm. Bu uşaqlıqdan yaranan xarakterdir, yoxsa prosesin gedişatında? Bu mənim özüməm. Bu mənim özüməm. Yəni mən hardayamsa mən orada oyam. Mən hər yerdə özüməm. Bu təkəbbür başqa bir şeydir. Bu özünüz çox gözəl bilirsiniz. Təkəbbürlüyüm məndə yoxdur. Elə bir şey məndə mənim atam konkret başqa bir adamdır. Mənim atamı şükür Allah tanıyan. Yəni mən atamın oğluyam, məndə təkəbbürlük yoxdur. Sadəcə mən olan deyirəm ki, mən özüməm. Hər yerdə oyam. Nəyəmsə orada da oyam. Bu xarakter amma yəqin ki, başınıza həm də bəla olur bəzən. Bəli, bəli. Olur. Çox olur. Vallahi. Amma bunu dəyişməliyəm. Bunu dəyişmərəm, amma dəyişməliyəm. Başıma bəla gəlməsin deyə mən bunu dəyişməliyəm. Bundan sonrakı hədəflər. Bundan sonraki hədəflər inşallah bundan sonraki hədəflərimiz Oktagon Liqası ilə 2 illik kontrakt imzalamışıq. Bu Azərbaycan adına böyük bir uğurdur. İnşallah 2 illik kontraktın 2 ilin yekununa kimi hamısı qələbə ilə başa çatacaq Allahın izni ilə. Klubumuz Beton Fight klubundan müəllimim Orxan Məmmədovla bizim inşallah planlarımız başqadır, planlarımız yüksəkdir. Döyüş təklifləri gəlib. O döyüşləri 2 gün ərzində artıq döyüş təklifləri 2 gün gəlməyə başladı. 2 gün Yoxsa ondan olmadı. öncə də 2 var gün idi? olmadı. Mən qəfəsdən çıxan kimi, qəfəsin ortasına bir dənə bloker təzədən daxil olub mənə əlinə mikrofon alıb mənə döyüş təklif elədi. Və mən bunları baxdım, güldüm, keçdim. Müəllimə göstərdim. Müəllim də dedi ki, baxarıq rəqib kimi verərlər, biz də ona uyğun hazırlaşarıq. Yəni bizə rəqib fərq eləmir. Biz rəqib seçmirik. Bunda bütün Azərbaycanlılar eşitsin ki, biz rəqib seçmirik. Bizə kimi verirlər, onunla da döyüşürük. Siz döyüş təklifi gəlmədən öncə Şahzodu tanıyırdınız. Ümumiyyətlə məlumatınız var idi, belə bir idmançı var yoxsa yox? Mən elə bir idmançını necə tanıyırdım? Bilirdim ki, bu idmanistdir, vuruşur, döyüşür. Amma idmançı olmaq başqa bir şeydir. Mən onun girdim səhifəsinə baxdım, gördüm bunun 1.2 milyon takipçisi var idi. Bu məni qorxuzmadı. Yəni bu məni qorxuzmadı. Sadəcə bu məni sevindirdi ki, mən belə bir insanla, belə bir insanın ölkəsinə gedirəm, onun ölkəsində vuruşmağa, döyüşməyə. Yəni çox yaxşı oldu. Belə bir şey çox yaxşı oldu ki, ona mənə rəqib verdilər və mən getdim onu utdum. Yəni amma Şahzodu mən tanımırdım. Sadəcə döyüşlərə qabağıma çıxmışdı. Prosta baxmışdım, keçmişdim. Yəni Rəqib analiz eləməmişdi. prosta yəni farmazonluq, klonluq eləyirdi. Prosta klonluq eləyirdi. Yəni o klonluqdakı MMA idman növünü sevmir. Qəfəsin içində yəqin gözünüz gördünüz. Klonluğu sevmir də bu. Sözü orada demək lazımdır. Görünür sizdə də ona qarşı əməlli başlı aqressiya yaranıb. Ona qarşı aqressiya yaranacaq. Əlbəttə ki, çünki bir insan fikirləşməlidir ki, bu insan Azərbaycandan bura qonaq gəlib döyüşməyə. Bu insana ən azı hörmət olunmalıdır. Yəni sən gəl mənim üstümə qışqır, sən gəl aydındır da sən hype eləmək istəyirsən. Hype-ı da yəni düzgün eləyərlər də, hörmətlə eləyərlər də. Səhv demirəm ki, yəqin ki. Düz deyirsiniz, bəli. Yəni insan insana hörmətlə yanaşır, hörmətsizlik eləməz.
Sən gəlmisən konfransda deyirsən bu balacadır, bu uşaqdır, belədir, elədir. İndi nə Sizin oldu? aranızda yaş fərqi də var idi bu arada. Var. Tək çəki Bir xeyli fərqi var, deyildi. bir xeyli var. 4 dənə də uşağı var. Onlar boş şeydir onlar. Onlar olan şeylərdir. Deməli konfransda deyirdi ki, mikrofon alıb əlinə belə açıq gözündə qayıdıb orada deyib bu balacadır deyir, bu uşaqdır deyir. Yəni mən onunla vuruşmaq deyir, o fəxr eləsin ki, mənlə döyüşür. Yəni mən fəxr eləmirəm, o fəxr Təklif eləsin ki, əgər o mənlə döyüşür. eləyibsə, niyə siz fəxr eləyirsiniz? Bilmirəm. Vallah bilmirəm. Çox, yəni bu dəqiqə belə əsəb var. Yəni bu dəqiqə belə əsəb var. Hiss edirəm mən çox o heç əsəbi. sevmirəm o insanı, yəni heç sevmirəm. Yəni insandır, yəni tamam, yəni normal insan olaraq hörmət eləyirəm ona. Normal insan olaraq gələr Azərbaycana qonaq elərik. Biz onu elədik kim eləmərik. Azərbaycana gələr, biz gözümüz üstündə yeri var. Biz qonaq elərik. Özbəkistandan gəlib. Amma yəni özü ilə belə idman barədə tamam fərqli. Yəni revanş belə istəyirlər. Revanş olsa 66 kiloda olacaq. Mən onun vesində vuruşmayacağam. Onda çəki dəyişməyi düşünürsüz siz yoxsa necə? Yo, mən öz vesimdə vuruşmuşam. Ümumiyyətlə bundan sonra çəki dəyişməklə bağlı nə düşünürsüz? Yo, onlar yəni biz döyüş Tək çəkimizi onun üçün atmışıq. yox, tək qol üçün yox ümumiyyətlə. Xeyr, mən bütün döyüşlərimi 66-68 döyüşəcəm. Oktagon liqasında bütün döyüşlərim 66-68 olacaq. Yəni maksimum hansısa bir rəqibə gest eləyə bilərəm 70-ə kimi. Mənə maraqlıdır, Azərbaycanda tanınmış MMA döyüşçülərindən bu döyüşdən sonra sizə dəstək göstərən oldumu? Yazan, axtaran, təbrik eləyən. Mən ilk öncə Federasiyanın prezidenti Azad Əsgərova təşəkkürümü bildirirəm. Döyüş qutaran kimi paylaşdı, döyüş bitən kimi paylaşdı. Allah ondan razı olsun. Gənclər və İdman Nazirliyinin prezidenti Fərid Qayıbova təşəkkürümü bildirirəm. Nazirimiz. Bəli. Görüşə çağırıb. Allah onlardan razı olsun, amma belə sponsor, belə yəni heç kimdən dəstək görmədik, xeyr. Ancaq MMA-də qabağa getmək üçün bu mütləqdir. Bu mütləqdir, amma bizdə də o yoxdur. Bizdə deyəndə bəzi idmançılarda var. Bəzi idmançılarda Var. yəni mən açıq danışacağam, bunu paylaşın. Bunu siz paylaşmalısınız ki, yəni bütün Azərbaycan bunu görsün. Yəni yeridir. Əsas bax bu gün onun yeridir ki, bütün Azərbaycan görməlidir ki, lazımsız insanlara pullar verilir. Lazımsız insanlar gedir zborlara, lazımsız insanlar gedir xarici ölkəyə, lazımsız insanlar gedir məşq edir qıraqda. Amma biz qalmışıq Azərbaycanda. Mən Azərbaycandan qıraq zbor görməmişəm. Mən Azərbaycanda məşq eləmişəm. Mən Azərbaycanda ancaq Azərbaycanda məşq eləmişəm. Amma yəni bütün müəllimlər, yəni Azərbaycanın bütün müəllimlər belə olmasa, yəni Azərbaycanda %99% müəllim deyir ki, Nuruşov çox istedadlı insandır. Bunu Nujeni bir nəfər eşitməyib ki. Eşidib, amma hərənin öz fikri var. Dəstək olanda olmayanda Allah razı olsun. Yəni mən sponsor olsa yaxşı olar. Yəni mən demirəm ki, mənə lazım deyil. Mənə çox lazımdır. Yəni sponsor mənə lazımdır. İstənilən idmançı Amma yəni lazımdır. mən belə desəm kimsə deyər ki, özünü sındırır, nə edir? Yəni amma elə bir söhbət yoxdur da. Bu qətiyyən sındırmaq Sponsor məsələsi lazımdır. deyil. Bu gedişatın tələbidir. Ümid edirik ki, görməyənlər də, eşitməyənlər də sizin sonuncu döyüşünüzdən sonra bir növsizi kəşf etmiş olarlar. Bir daha təşəkkür edirəm bu gün vaxt Çox sağ ayırıb olun. gəldiyiniz üçün. Ofsaytə baxırdınız. Sağ olun, salamat qalın.